Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Təkrar sizi 21-ci yüzyılın qadını proqramında xoş gördük. Bugünkü mövzumuz təhsilin inkişafı ilə bağlı olacaq və təbii ki, təhsilin inkişafı hər birimiz üçün hər zaman, hər gün aktualdır. Elə bunu nəzərə alıb studiyamıza təhsil sahəsində uzun illərdən bəri fəaliyyət göstərən əməkdar müəllim və eyni zamanda təhsilin inkişafı İctimai Birliyinin rəhbəri Sona Əliyevanı dəvət etmişik və söhbətimizin gerisinə onunla davam edəcəyik. Sona xanım, hər vaxtınız xeyir olsun. Xoş gördük. Əlbəttə, sizin zaman-zaman təhsillə bağlı müxtəlif fikirlərinizi biz izləmişik, dinləmişik. Açıqlamalarınızla hər zaman müəyyən məqamlara da aydınlıq gətirmişsiniz. Bugün 21-ci əsrdən danışırıq və hesab edirəm ki, 21-ci yüzilin qadını olmaq əgər bizim üzərimizə düşübsə, mənə elə gəlir ki, mümkün qədər bütün məsələlərə hələ təhsildən söhbət gedirsə, bilavasitə, təhsillə bağlı məsələdə mənə elə gəlir ki, ən obyektiv fikirlər səslənməlidir. Bu baxımdan mən istəyirəm ki, təhsilimizə bir nəzər salaq. Təhsilimizin, müasir təhsilin zəif və güclü tərəfləri nədən ibarətdir sizin fikrinizcə? Azərbaycan təhsili bugün inkişafa meyilli təhsildir, bəli, amma Azərbaycan təhsilinin çox çatışmayan, zəif və eyni zamanda doğrudan da problem olan tərəfləri də var. Bugün Azərbaycanda ən böyük problemlərdən biri odur ki, Azərbaycanda kölgə təhsili formalaşıb. Bu ciddi bir problemdir və uzun illərdir həllini tapmır. Kölgə təhsil nədir? Kölgə təhsili ümumi təhsil məktəbləri ilə birlikdə repetitor sisteminin onunla birbaşa onunla paralel olaraq inkişaf etməsidir ki, bu Azərbaycanda artıq nəinki birinci sinifdən, hətta məktəbə qədər təhsildən başlayaraq, deməli, universitetə daxil olana qədər davam edir. Azərbaycan təhsilində bugün düşünürəm çatışmayan tərəflərdən biri müəllim inkişafının davamlı olaraq izlənilməməsi və yaxud da kifayət qədər buna ciddi bir formada yanaşma tətbiq olunmamasıdır. Azərbaycan təhsilinin bugün mənfi tərəflərindən biri hələ də təhsilimizin bacarığa yox, deməli, nəticəyə, yəni birbaş biliyin əzbərlənməsinə yönəlməsidir. Ümumiyyətlə, şəxsiyyət yetişdirməkdən daha çox bilik ötürməyə, informasiya ötürməyə deməli, fokuslanmasıdır. Yəni, bu kimi cəhətlər Azərbaycan təhsilinin bu dəqiqə ən çatışmayan cəhətləridir. Sonra xanım, kölgə təhsilindən bəhs elədiniz. Əlbəttə ki, bu bizim təhsilin ən ağrılı tərəfidir və mənim üçün maraqlıdır. Digər ölkələrlə paralellər aparanda nə görürük? Bütün dünyaya məxsusdurmu bu? Sadəcə Azərbaycanda baş vermir. Bu, inkişaf etməkdə olan ölkələrdə və yaxud da az inkişaf etmiş ölkələrdə çox ciddi şəkildə yayılmış böyük bir problemdir. Aydındır. Və uzun illərdir ki, siz qeyd etdiyiniz kimi repetitorluq institutu ilə dırnaqarası müxtəlif formalarda həm mübarizə aparılır, həm etirazlar edilir, həm millət vəkilləri səviyyəsində media qurumları, media mənsubları, ekspertlər. Bilavasitə orta məktəblərdə mən rastlaşdığım faktları konkretləyəcəm. Orta məktəblərdə müəllim dərs verir və eyni zamanda həmin dərs verdiyi uşaqları, siz də bilirsiniz, dərsdən sonra saxlayıb onlara yenidən repetitorluq edir. Uzun illər niyə davam eləsin ki bu? Yəni 8 il, 10 il əvvəl də bunu deyirdik, bugün də bunu deyirik. Burada yəni bu qədər çətindirmi bu məsələni yoluna qoymaq? 2000-ci illərə qədər Azərbaycanda belə deyək də repetitor institutu məxsus idi ancaq yuxarı siniflərə, məsələn 10-11-ci siniflərə. Bəli. Ümumiyyətlə hətta Sovet dövrünə də qayıtsaq, məsəl üçün yüksək tələb qoyulan universitetlərə qəbul olunmaq üçün, məsələn az da olsa 3 aylıq, 5 aylıq, 6 aylıq hər hansı bir deməli çox yaxşı ixtisaslaşmış müəllimlərə müraciət edirdilər. Yəni bu demək deyil ki, bu repetitorluq olmamalıdır, amma repetitorluq bizdə ölkədə o qədər inkişaf edib ki, bu artıq kölgə təhsildir. Yəni həm məktəb var, məktəblə yanaşı məktəbə qədər təhsil səviyyəsindən universitetə qədər eyni paraleldə başqa bir təhsil sistemi var. Bu təhsildə biznesdənmi xəbər verir? Yox, bilirsiniz, bu yoxsa müəllimlərin maaşı kifayət qədər deyil, yenə də qane eləmir, ona görəmi bu üsul daha cazib görünür? Azərbaycan təhsilində kölgə təhsilinin qarşısını almaq üçün müəllimə yönəlmiş bütün o, belə deyək, oxları biraz sındırmaq lazımdır. Üstəlik də müəllimə həm sosial, həm maddi olaraq nüfuz qazandırmaq lazımdır. Bugün məktəbdə işləyən müəllimlərin böyük əksəriyyəti o qədər yüksək maaş almır ki, məsələn, onunla sərbəst olaraq ailə saxlasın. Ona görə də müəllim məcburdur işdən sonra iş axtarsın və yaxud da işdən sonra işləsin. Əgər müəllimin, məsəl üçün, cəmiyyətdə sosial dayaqları zəifdirsə,
maaşı qənaətbəxş deyilsə, müəllim nüfuzu artdırmaq əvəzinə onu daha çox tapdalayırıqsa, nüfuzdan salırıqsa, bu gün valideyni də, şagirdi də, elə cəmiyyəti də müəllimin üzərinə salmışıqsa, müəllim axı nəyə görə həm nüfuzu yoxdur, həm pulu yoxdur, nəyə görə işləsin? Hansı amillər rəvac verdi ki, biz müəllimi nüfuzdan salan bir cəmiyyətə döndük? Birincisi, bu da yenə dayanır müstəqilliyin ilk illərinə ki, orada ümumiyyətlə ölkənin necə bütün o iqtisadi dayaqları zəifləmişsə, eləcə də bu sferada da müəllimlərin maaşı həddindən artıq çox aşağı idi və uzun müddət müəllimlərin maaşı çox aşağı idi. Birincisi, ondan irəli gəlir ki, məktəbdən savadlı, qabiliyyətli, bacarıqlı və əsasən də kişi müəllimlər uzaqlaşmağa başladı və müəllimin iqtisadi vəziyyəti aşağı düşdükcə təbii ki, cəmiyyətdə onların nüfuzu azalmağa başladı. Bu birinci, ən əsas məsələ. Yəni müəllim iqtisadi olaraq çox zəif, çox belə deyək də, yəni nüfuzlu olmayan bir peşəyə çevrildi. İkincisi, gələk ona ki, əvvəl biraz da cəmiyyət müəllimin üzərinə getməyə başladı və Təhsil Nazirliyi düşünürəm, bu mövzuda mən həmişə fikrimi deyirəm ki, Təhsil Nazirliyi elə zamanında da indi də müəllimlərin tərəfini saxlamadı və saxlamır. Təhsil Nazirliyi əksinə bütün oxları müəllim üzərinə yönəldir. Bilirsiniz, müəllim kimin nə deməyindən asılı olmayaraq təhsilin aparıcı, istiqamət verici qüvvəsi müəllimdir. Müəllim güclü olmalıdır. Maddi olaraq da, mənəvi olaraq da, pedaqoji olaraq da, psixoloji olaraq da müəllim güclü olmalıdır ki, müəllim şəxsiyyət yetişdirsin. Demək ki, müəllim güclü deyil də bugün Sona xanım. Müəllim hamıya aid etməsək də əksər müəllimlər bəli o gücə malik deyil. Müəllim güclü deyil, yox, müəllimlər o gücə malik deyil. Müəllimlər o gücə malik deyillər. Deyil. Bu cəmiyyətdən mi qaynaqlanır, yoxsa nazirlikdən mi qaynaqlanır? Hamısından. Həm cəmiyyət, həm nazirlik. Məsələn, baxın, Təhsil Nazirliyi belə deyək də təhsil siyasətini formalaşdıran əsas qurumdur. Yəni cəmiyyətdə bu siyasəti, bu baxışı, bu yanaşmanı formalaşdıracaq qurum kimdir? Təhsil Nazirliyi. Bəli. Demək ki, ən birinci qaynaqlanır oradan. İkincisi qaynaqlanır cəmiyyətdən. Sona xanım, siz bir 5 ildə Milli Məclisdə deputat kimi fəaliyyət göstərmisiniz. Mən əminəm ki, yəni uzun müddətli bir müşahidələriniz var ən azından. 20 il öncəki təhsil sistemi Azərbaycandakı təhsil sisteminin vəziyyəti 15 il öncəki və bugün. Çox uzağa getməyək, 10 il öncəki təhsil sistemi və bugün. Müqayisə apara bilirsinizmi? Mən təəssüf edirəm ki, Azərbaycan təhsili ildən ilə zəifləyir. Çünki Azərbaycan təhsili reallıqla, real həyatla ayaqlaşa bilmir. Səbəblər? İdarə etmə mexanizmində mi problem var? Var. İdarə etmə mexanizmində. Orada da var. Orada da var. Necə dediniz biraz öncə, müəllimlərin gücü yoxdur. Belə bir ifadə işlətdiniz. Müəllimlər gücə malik deyil. Əgər müəllimlər gücə malik deyillərsə, onda hansı sağlam nəslin yetişdirilməsindən söhbət gedə bilər? Bəs ona görə də bugün cəmiyyətdə gündən günə cinayətkarlıq da artır. Mənəvi dəyərlərin aşınması da artır, etika aşınması baş verir, mədəniyyət aşınır. Yəni bunun hər şey təhsilə bağlıdır, bir mənalı şəkildə belədir. Bu mənim subyektiv fikrimdir ki, yəni ki, belədir. Mənim aləmimdə təhsil hər şeydir. Təhsil inkişafdır, mədəniyyətdir, təhsil mütaliədir, təhsil dünya görüşdür, təhsil gələcəyi qurmaq bacarığıdır, yəni gələcəyə proqnozlar. Yəni təhsil hər şeydir, sağlamlıq. Təhsil hər şeydir, tamamilə haqlısınız. O zaman belə bir sual verim sizə. Bugün müasir müəllim necə olmalıdır ki, az öncə qeyd etdiyimiz o gücə sahib ola bilsin? Böyük bir müəllim ordusundan gedir söhbət. 3 nəfər, 5 nəfər deyil ki. Baxın, mən demirəm ki, Azərbaycan təhsilində islahat getmir. Amma bu islahat sadəcə biraz daha doğru tətbiq oluna bilərdi. Məsələn, müəllimin gücü olması üçün birincisi müəllim nüfuzu qaytarılmalıdır geriyə. Biz orta məktəbdə oxuyanda bizə elə gəldi ki, müəllim ümumiyyətlə çörək yemir. Biz müəllimlə hər hansı bir məclisdə görüşəndə... Bəli, bu hər zaman səslənən fikirdir. Kənarda otururduq ki... Sona xanım, baxın, ənənəvi fikirlərdir bunlar. Müəllim, biz hamımız, bəli, elə nəslin nümayəndəsiyik ki, biz hamımız elə bilirdik ki, müəllim yemək yemir, müəllim toyda oynamır, müəllim onu etmir, müəllim bunu etmir. Müqəddəsləşdirmişdik bir növ. Bu da doğru deyil əslində. Tamam, o müəyyən dövrün verdiyi yanaşmaydı. Amma söhbət ondan gedir ki, müəllimin nüfuzu qaytarılmalıdır deyirsiniz. Kim qaytaracaq onu? Müəllim özü çalışmalı deyilmi ki, onun nüfuzu qayıtsın? Bilirsiniz, nə qədər ölkədə müəllim ordusu var? 400 min var da, səhv eləmirəmsə, 400 min müəllim var təqribən. 400 min böyük qüvvət əslində. Baxın, birinci müəllimi... Müəllim, bugün Azərbaycan müəllimi acizdirmi?
Bugünkü gün acizdir, mən acizdir deməzdim, amma müəllim olmaq mən düşünürəm ki, ən birinci fədakarlıqdır. Yəni həqiqi müəllim olmaq istəyən insan doğrudan da fədakarlığı gözə almış insandır. Həqiqi müəllimdən söhbət gedir. Bu bir. Müəllimin gücün qaytarılması üçün ən birinci müəllimin iqtisadi dayaqları yüksək olmalıdır. Yəni müəllim elə bir maaş almalıdır ki, o dərsdən sonra gedib istirahətə vaxtını sərf eləsin, gedib ikinci dəfə təzədən eyni şeyi tədris eləməklə özünü yormasın. O evinə gedəndə artıq elə bir yorğun vəziyyətdə olur ki, öz uşağını tərbiyə eləmək istəmir, öz ailəsinə vaxt ayırmaq istəmir. Bu birinci məsələ. İkincisi, müəllimin nüfuzunu qorumaq üçün cəmiyyətə aşılanmaq lazımdır. Yoxsa müəllim, hər hansı bir müəllim indi ola bilsin ki, məsələn, mən də sosial mediadan izləyirəm. Müəllim əsəbləşib tutalım ki, uşağı vurub və yaxud da hər hansı bir nəyisə bir hərəkət elətdirib, müəllimi daşlayırıq. Cəmiyyət olaraq daşlayırıq da, yəni. Yəni ondan da betər hadisələr oldu əslində son vaxtlar. Biz şahid olduq, təəssüf ki, bəli. Amma bu müəllimin üstünə getməmişdən əvvəl, bunu mediada bu cür belə deyə afişa etməmişdən əvvəl bunun bir səbəblərini aydınlaşdırmaq lazımdır ki, niyə bu səviyyə gəlib çatıb? Bəlkə doğrudan da tutalım, bəlkə bu insan evindən elə bir əsəbi, elə bir affekt vəziyyətə çıxıb ki, gəlib o halda o dərsə girməməli olduğu halda gəlib gedib dərsə və öz o necə deyək, hirsini yönləndirib hər hansı bir uşağa. Yəni bilirsinizmi, burada hər bir tərəf müəllim simasına biraz anlayışla, biraz təmkinlə yanaşmalıdır. Məktəb dönüb bilirsiniz nətəri? Direktorun bürokratik bir idarəetmə aparatına. Müəllim ancaq robotu, sənət yaz, hesabat yaz, onu elə, bunu elə, uşağa söymək olmaz, döymək olmaz, vurmaq olmaz, uşağa onu demək olmaz. Müəllim olub valideynlərin əlində oyuncaq. Mən tərəf saxlam, mən demirəm ki, uşağa şiddət olmalıdır, mən buna qarşıyam təbii ki. Ümumiyyətlə, mən aqressiyaya qarşıyam həyatda. Söz insana verilib ondan ötürü ki, insan hər bir şeyi danışaraq, müzakirə eləyərək həll eləsin. Söhbət yox. Amma bugünkü gün hər birimiz, biz özümüz də evimizdə, ailəmizdə əsəbi olanda kiməsə səsimizin tonunu qaldırmırıqmı? Və yaxud da kimlənsə biraz kobud danışmırıqmı? Bu demək deyil ki, biz belə bir insanıq. Yəni, bunlar normal insan hallarıdır. Bunu müəllimi robotlaşdırıb, müəllim bunu eləyə bilməz, onu eləyə bilməz, yox, müəllim uşağa söz deyə bilməz, yox. Axı müəllim, əgər sən müəllimə səlahiyyət vermirsənsə, müəllimin gücü necə olacaq? Sonra xanım, istədim bir məsələyə də münasibət bildirəsiniz. Son illər xüsusilə texnologiyanın inkişafı, süni intellektin geniş həyatımıza müdaxilə etməsi, eləcə də sosial medianın son dərəcə geniş vüsət alması, orta məktəb uşaqları belə sosial mediada təmsil olunurlar, siz də bilirsiniz bunu. Bütün bunlar müəllimin, siz dediyiniz kimi, cəmiyyətdə nüfuzdan düşməsinə və yaxud da onun rolunun daha aşağı enməsinə, rəvac verən amil rolunda çıxış edə bilirmi? Ümumiyyətlə, sosial media nəinki müəllim nüfuzun aşağı düşməsinə, ümumiyyətlə, cəmiyyətimizdə bizim bir çox dəyərlərimizin ciddi şəkildə aşınmasına səbəb olub. Yəni, Azərbaycan cəmiyyəti bugün dəyərlər aşısından, dəyərlər yanaşmasından artıq deqradasiya uğrayır yavaş-yavaş. Və bu çox təhlükəli tendensiyadır. Əlbəttə təhlükəlidir. O aşınmanın, o deqradasiyanın qarşısının alınması üçün nə etməliyik cəmiyyət olaraq? Üzərimizə nə düşür? Cəmiyyət, mən düşünmürəm ki, bunu cəmiyyət eləyər. Yenə də bunu əgər qoruya bilsə, təhsil qoruya bilər. Məsələn, Amerikada, məsələn, Türkiyədə, bir çox ölkələrdə artıq ayrıca bir təhsil modeli yaradılıb və o tədris proqramına daxil olunub artıq. Məsələn, bu dəyərlərlə bağlı tədris moduludur. Məsələn, uşaqlara orta məktəbdə öyrədirlər mərhəmətlik, ədalətlilik, uşaq böyüyə hörmət, qayğı, kiçiklərə qayğı, böyüklərə qayğı. Görün, vəziyyət nə yerdədir ki, yəni dəyərlər cəmiyyətlərdə nə qədər aşınıbsa ki, artıq dövlətlər səviyyəsində artıq belə deyək, ehtiyac duyulur ki, dəyərlər həm də təhsilin bir parçası kimi tədris olunsun. Və mən düşünürəm ki, biz də artıq ona doğru gəlmişik. Yəni bugünkü gün məktəbdə iqtisadiyyat tədris eləməyə çalışırlar. Süni intellektlə bağlı bacarıqlar, texnologiya ilə bacarıqlar öyrətməyə çalışırlar, amma heç kəs mənəvi tərəfinə gedib çıxmır. Bugün çox intellektual adamların gedib necə deyim, dələduz olması cəmiyyət üçün çox qorxulu bir tendensiyadır.
Və adiləşir bu Və hallar. bu adiləşir. Bəli. Və yəni biz öyrədirik və sonra elə bir vəziyyət yaranır ki, məsələn, biri var çox bilmiş, savadlı intellektual adamın kimisə aldatmasından, cahil bir dələduzun aldatmasından yer-göy arasında fərq var da. Yəni demək ki, bu bacarıqları öyrətməklə yanaşı həm də gəlmək lazımdır dəyərə. Çünki əvvəlki dəyərlər sistemimiz demək olar yoxdur. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun Soğan xanım. Minnətdaram. Təhsilsiz heç bir inkişafdan söhbət gedə bilməz. Biz növbəti proqramlarda da təhsilimizə xüsusi yer ayıracağıq. Əminəm ki, buna sizin də dinləməyə ehtiyacınız var. Salamat qalın.